Məsələn, bu günləri deyək ki, Həsən Ruhani başçılığında, Həsən yaralıdır. Həsənin demək ki, danışığa getmişdi, bunu vurdular başından, süzgəcdən keçmədi, filan filan filan. Həsən 10 il Təhlükəsizlik Şurasında Xameneyi təmsil edib filan. Ondan vurdular başında abırsız elədilər. Amma indi baş qaldırıb. Baş qaldırıb bir başqa qanat. Bir başqa qanat ki, bu AİV-də xəbər göndəriblər. Bəlkə bir türlü bu Xameneyinin biz başını soğaq, su altına soxaq və danışaq. Hər nə desiniz qəbul eləyərik. Amma onlar da deyəcək rejimi saxlayaq bir türlü. Bu danışıqlar Amerika ilə gedir. Və Həsən Ruhani da odur 3-4 gündür qəşəng çərçəvə vurur. Başqa adamlar da danışırlar ki, yaxşı deyirlər, onda niyə biz Amerika ilə deyək ki, nüvə silahıdır, nüvə silahıdır, nüvə qidalandırması. Söhbət 60% deyil. Bu günlərlə demək ki, Amerikanın əsas o bu mərkəzlərdən deyirlər ki, 60% 90%-dan keçib bir anında bunlar demək ki, yaradır, düzəldə bilərlər və o imkanda, o kapasitətdədirlər. Niyə? İsrağa günüdür o Şəmxani özündəki ərəbliliyə vuran cinayətkarın biridir. Cinayətkar, milyarder, cinayətkar filan dedi ki, Amerika əgər sıxson bizi aparıb o zatları, o qidalandırdığımız nüvə silahını gizlədərik. Amerikalılar da böyle, bu nə cür danışıq oldu? Desən, özü yola vurma o. Sən bilirsən o nədir, o da bilir nədir. O birisi çıxıb deyir ki, bilirsiniz bizdə nə qədər kət var, kətlərin hamısının altında. Səndə kət var, bunda da 45 tonluq bombalar hazırdır. B-2'lər orada, İsrail də orada, hər nə də orada. Və bu günlərdə deyirlər ki, Amerika deyirdi ki, neçə ay deyirdi ki, yaxşı, bir, nüvə silahı tam götürülməlidir. 2, füzələr tam yığışdırılmalıdır. Preksi qruplar tamamilə yığışdırılmalıdır. Ondan sonra orada bir də qalan şeylər Amerika. İndi nə oldu birdən-birə? Trump 2-3 gün elə çıxıb deyir ki, elə onlar milləti, İran milləti, elə İran milləti yoxdur. Sən nə prezidentsən? İran milləti adına bir şey yoxdur. İran milləti böyük milləti. Salıblar ağızlarına da ay kuroş varmış, it varmış, pişik varmış. Böyük millətdir İran milləti, bu farsdır, filandır, filandır. Cəfəngiyyət deyirsiniz. Nə olar prezident olasan? Bunu niyə bilə desən? Böyük milləti, yəni əgər yeri gəlsə, mən özüm qədəri bilirəm. Hansı oyuna gedirsiniz? Hansı hakimiyyətdir? Hakimiyyət dəyişiklik elədiniz də, İran adlanan yerdə böyük bir inqilab, Pəhləvi sülaləsinin murdar əməlləri 57 sənə içində millətləri bıxtırmışdı, cana gəldi millətlər, durdular demokrasi, azadlıq, məşrutə hərəkatının davamını istəydilər Azərbaycan türkləri də onların içində olmaqla. Amma gəldiniz bir dənə oyun çıxartdınız, getdiniz daha demək ki, avtofakeş Seyid Ruhullayev Xumeyni götürdük, apardı. Xumeyni ara, Paris ara, Noflu Şato ara, onun Air France ara, bir dənə də CIA məmurunu qoydunuz yanında o xanımı. Qəşək, pulu da bastınız hələ də birinci elə bismillah bir 600 bin dolar filan filan oynadınız oyunu millətlərin taleyi ilə. İndi o məsələ dəyişibdir. Özəlliklə bu İran adlanan yerdə, nə qədər oyun oynasaz, necə ki o zaman Holmes adı vardı, CIA-nin rəisi. Dedi, heç bilmədi, yox İranda nə oldu, birdən-birə hər şey qarışdı. Məsələ budur, bu İran adlanan yerdə çalışırsınız ki, elə quşu yuvasında tutasınız, söhbəti uzatmayacağım. Ancaq elə demək ki, Amerika istəyirdi, ondan İngilis özün belə ölülücə vırıbdı. Gelib təpik ilə vursa onlar desən, bu İngilizlər ölüblər. Desən, ölü deyirlər. Bunlar planın bir tərəfi bunlardır. Elə deyirsənsə. Bu İngilislər özlərini bir ölülücə vırıb. Sonra da istəyirlər ki, İranla bu İsrailin əli ilə tutar. Necə ki 3 gün bundan qabaq ya 4 gün bundan qabaq Trump dedi ki, yaxşıdır ki, orada İran adlanan yerdə əgər məsələm zad olsa onları vurmaq, İsrail onun təşəbbüskarı İsrailin olacaq. Amma bizim başımıza deyil. Biz başta özümüzük. Amma təşəbbüs yəni adama Netanyahu deyib ki filan, Netanyahu da porsudur gedir. Netanyahu zirəngidir. Niyə? Zelenskinin əhvalatını görmüşdü. Macronun başına gələni görmüşdü. Dedi, yox, Trump'ına zarafat eləmək olmaz. Lazımdır. Elə mən bombaları da alacağım, necə ki alır. Uçaqları da alacağım, padları da alacağım filan da filan. Yeri gələndə də İsrail vuracaq. Mən də o söhbətə girsəm uzunca vuracaq. Yeri gəlsə vuracaq. Aynən. Niyə? Bayaq da ərz elədim xidmət üzə ki, bunların demək Yahud millətini məhv eləmək istəyirlər. Yahud millətini mən deyirəm. Amma biz Türk olaraq Yahud milləti ilə savaşımız yoxdur. Və dünən də mən harada çıxış elədim, dedim ki, yəni İsrail dövləti, Azərbaycan dövləti arabuluculuq eləyibdir. İsrail dövləti gəlib, Türkiyə dövləti ilə Bakıda oturub danışırlar. İsrail dövləti bilməlidir ki, biz Yahudilərlə imperiya yaratmışıq, ondan sonra bir yerdə olmuşuq.
Ondan sonra indi bizdə yaşayırlar, Türkiyədə yaşayıblar. Yəni əgər Türkiyəyə qarşı İsrail yanlış bir addım atsa, bu Türkiyə qarşı bir yanlış addımdır və bizim millətdə istər İran adlanan yerin daxilində bu mollalar onu axtarırlar. Ondan sonra ziddi İsrail, ziddi Səhyonist filan Türk millətini yenidən İsrailə və Yahuda qarşı. Xeyr, bizim Yahudilə savaşımız yoxdur. Soğuk savaşdan Şurəvi bunu demək ki fitləyirdi. Sonradan da İrançılar, Farsçılar filanlar, Yasir Ərəfatdan filandan bizim xeyr. Yahud millətinə savaşımız yoxdur. Amma Yahud milləti də və onun dövləti İsrail də sən burada Kürt dövləti yaratma. Federal dövlət, Kürt dövləti yaratma. Mən qayıdacağam bu söhbətə, bunların işim yox. Amma Kürt dövləti yaratma, yaradırsan bunu. Kürt dövləti yaratma, külahımız bir-birinə girər, papağımız bir-birinə girər. Böyük millət var burada. 40 milyon burada var, Külli İran adlanan nəzərə tut. Ondan sonra Türk dünyasında necə ki Azərbaycanın quzeyi istiqlalı bərpa olandan sonra Sovetlərdə böyük bir gəlişmə oldu. Balkanlara dək. Doğu Türkistana dək Azərbaycan Bakıda çıxırdı küçələrdə dünyanın hər yanından Türk ili gəlirdi. Ona görə də və bir dənə də savaşı sıradılar təcavüzü. Axır Azərbaycan onun adından çıxdı, Rusu da qovaladı, Erməni də qovaladı. Ona görə də bizlə burada zarafat eləyərsiniz ermənilər. Sən gedib düşübsən 4 dənə Kürdün dalıcaq Ərbildə də və yaxud Suriyədə də o yandan dəhmərləyirsiz, onları üzü bir yana İran adlanan yeri götürəcəyik. Və beləsində sizə verəcəyik. Ondan sonra gəlin gedin Batı Azərbaycanda haqqo-zəqqo çəkin, majik çıxardın. Yox, elə deyil. Və o bir dənə şapalaq, indi bunların da kitabları var da, o Quranda da filanda deyir ki, və Kəlilo Demlədə də var. Deyir ki, görmədin o nümunəni, o şapalağı Urumiyədə. Deyir ki, onlar nişanə idi Allahın tərəfindən o millət Urumiyədə. Yəni, bunun davamı gələcək. Bu günləri hər şey orada sakit görsənir. Sözüm buradadır. Trump bir dənə oyun oynayır ki, Külli İran adlanan yerdə hamı gözləyir ki, yəni bu vuracaq, nə görə? Yəni, rejimin bir türlü otoritəsi sınacaq. Xameneyinin sözü sınacaq. Dedim ki, başlanğıçda Xameney dedi ki, yox, biz birbaşa danışıq olmaz. Hətta Xameneyin evindən o Əraxsiya dedilər, bax, bir dəfə də Vitkovla birgə şəkil salmayasan. 3 gün bundan qabaq o Vitkovla bir dənə şəkli izad elədilər. Ondan sonra birgə yaymışdılar. Dedilər, götür, orada da yaymayasan. Bu günləri danışıqdan çıxanda, önləri birisi götürüb yazmışdı ki, bu Amerikalılar çox Tehrandan üzlüdülər. Bəlkə danışıqlar gedə-gedə ayrı-ayrı otaqlarda bu Amerikalılar birdən qapını açıb girirlər otağa. Onlar iş bozdular. Bəkarət. Amma bu günləri Larizaniyə. Amma bu günləri demək ki, oradan elə otaqdan çıxanda, Abbasla çıxanda, Vitkovda çıxanda. Hello, how are you my friend? How are you my friend? Əl verdi ondan. Görəsən ki, Abbas çıxacaq qəzetlərdə sonra, Abbas Əraxsi bilmirdi ki, bu Yahudidir. Bu Vitkov hələ bilmirlər. Hələ huşları işləmir. Bu Yahudidir. Ona görə də məsələ buradadır ki, hələ mən o konuya girmirəm, ara qarışmasın. Amma məsələ budur ki, sən orada İran adlanan yerdə hamı deyirlər ki, bu adam çıxıb deyib izzətsizdir, şərəfsizdir. Bu Trumpla danışan və onun demək ki, qəzet azı çıxır deyir ki, Trumpın başına keçən həftə güllə vurulacaq filan. Hərə demək, günənləri, imam cümələri bir cəndidən, məşəddən tutmuş, hamısı deyirlər filan eləyirlər və millət də deyir ki, ağa qələt elədi, ağa demək ki, itin filanın da yedi, axırda müzada danışığa gedir. Yəni, sən bu cıqqırını bilmirsən, sənin topundan da, sənin uçağından da güclü millətlərin, insanların beynində yaranmış şuurdur. Yaranmış, yəni molla otoritəsi sınmaqdadır. Dinçilik bu formada, məzhəbçilik, şiəçilik bu formada sınır. Yəni sekularizmin, dünyəviçiliyin ki, bu İran adlanan yerdə özəlliklə Azərbaycan türkləri ki, bunun başında gedir, siz gedib yapışdınız o Kürdün adına şey, çəkilin gəldi, elə deyil. Bu Azərbaycan türkü var olan dövləti ilə bu sekularizmin başında gedir, dünyəviçiliyin. Və burada istəyir ki, bu mollanın otoritəsi sınsın. Amma orada bir dənə oyun çıxardırsınız. O da nədir? Gəlin bir cür bitər, əgər imkan daxilində hər şey yıxan bu mollanın üstünə. Bunda yavaşları aparayım bizi birlikdə harsa bir dənə ataq bir yerə, götürək basaq bir yerə də, nə bilim. Çox önəmli bir konuya işarə elədiniz. Çünki bu dünən də 2 gündür xəbərdə. Mən bunu Sayın Araz bəy, bir dənə sualı mən sizdən sorum, üçün önəmli məsələyə işarə elədiniz. Bunu bitirim, üzr istəyirəm. Yəni bir dənə burada incə bir dənə axmaq oyun oynayırlar. Hər şey yığayın.
Demək ki, mollanın üstü atayın. Ay Növhəxanı, bunun Seyidi, bunun demək ki, Zəncirvuranı, Qəməvuranı, dua yazanı. Bunlar hamısı mollaların işidir. Və mollanı da aparaq deyək ki, də saqqalınızı qırxın, paralarınız da vardı. Bir yerdə gizlənib yaşayın da. Bəli. Ondan da deyək ki, hər şey molla eləmişdi. Bu da nə deyirsən, şah gətirir, gözəl, gözəl, kravatı, ya mücahid gətirir, hamısı bir-birindən bəzəkli və yaxud demək ki, ilimli qana gətirir, hamısı bir-birindən ilk kimi mundarsınız, cinayətkarsınız. Nə demokrasi, nə filan yalan, nə insan haqları, nə qadın haqları. Məsələ budur, siz torpaq adasınız millətlərin, özəlliklə Azərbaycan türkünün gözünə. Ki, xeyr, sən gətirmirsən. Bu millətlər öz içindən, öz mücadiləsi ilə və bütün dünyada gəlişmiş kurallar əsasındadır ki, məhkəmənizi məhkəməyə göndərir, ondan sonra o birisi hərənin öz yerinə Məhəmmədcan oğlunu gətirirsiniz. Gəlsin, gəlsin. Ya Təbrizdə dədəsini bədəmir ki, şah oğluyam, şahlığı götürəm. Dədəsinin yerinə məhkəməyə getməlidir. 30 bin adam öldürübsünüz Azərbaycanda, soyqırım yapıbsınız. Azərbaycanda dədön, atom və dədəsi 57 sənə dili qadağan edibsiniz. Dövlət oğurlayıbsınız. Gedin məhkəməyə də. Amerikalılar bunu bağışlayar mı? Yox, bağışlamazlar. Əjdər müəllim. Bəli. Əjdər müəllim, önəmli bir konuya işarə elədiniz. Bu Xameneiyə görə ki, bu məsələnin içində indi bu İran-Amerika oturumu var. Hətta xəbərlərdə, analizlərdə belə görünür ki, əgər Xamenei istəyir xalət edə və bu məsələnin qabağını ala, yəni məsələ bu qədər ciddidir ki, içəridə bilməm hansı indi güclü, içəridə dərin dövlət vardı. Hətta eləyə bilərlər Xameneini həsv fiziki eləyirlər. Yəni Xameneini öldürərlər. Sayın Araz bəy, söylədim sizə ki, Həsən Ruhani bu Azərbaycandan bambılını götüb atıblar orada Puzbəndiyanı. Yox, orta adamdır, bambılının biridir, quş qondurmazın. Adı nədir onun? Pezeşkiyan. Boş şeydir. Həsən Ruhani güclüdür. Arxası güclüdür. O rəisinin arxası güclüdür. Elə ona görə də öldürdülər. Qaynatası Məşəd onun əlindədir. Milyardlarla əlində, Məşəd əlində, milyonlarla. Və Həsən Ruhani ətrafı doludur, güclü idi. Və Xatəminin demək bu ilimli qanatla. Belə görsənir, Xameneinin öz planı idi. Güclüləri həsf elədi və bir dənə zəifi cəhətli dövlət başına. Əlində bir dənə oyuncaq. Beləncə zatlar üçün o deyilsə, pado bizdə də pado deyərlər filan. Sözüm onda yox, hələ bu başqa. Amma məsələ burdadır ki, yəni bu özəlliklə Türkiyədə, Azərbaycanda biri də çıxır, İran adlanan yerdə də Türk gəldi. Sənə Türk lazımdır sənə. Və ya da söylədim, Seyyid Hüseyin Musəvi külli qızlara Təbrizə təcavüz elədi. İşgəncəgər. Hansı Türk'ü çıxar deyək ki, onda Hitler də elə desələr Türk'ü, mənim Hitlerim Türk'dür, mənim Mussolinim Türk'dür. Danışma. Adam işgəncəgərdir, adam bu rejimə, bu nizama, bu sistemə 45 ildir işgəncə filan və bu dövlətçiliyə hizmət veribdir. Nə Türk'dür? Yox, da mən misal üçün çıxıb deyəcəm, Araz bəy, bilirsən nə var? O filan şəxs də Türk'dür. Araz bəy deyir, ay əjdər, ağlın başındadır. Ağzın deyən qulağın eşidir. Deyir, yox da mən deyirəm. Deyir, sən nə deyirsən? Sən vurdun ki, onda Türk. O adam min dənə cinayət işi vardı, məhkəməlidir, filandır. Sözüm bunda yox. Amma məsələ budadır. İran adlanan yerdə Xamenei ki, axırda getdilər, dedilər ki, ağa, keçən həftə bu Qalib Afşin filanlar getdilər ki, ağa, belə getsə, hər şey açığa düşsə, ondan sonra birdən-birə iş əldən çıxa, odur ki, nizam, sistem aşırır. Vacib və ocubat gedir. Nizam gedəcək, sistem gedəcək, sən da gedəcəksən. İran adlanan yerdə Sayın Araz bəy, külli Tehranda yazılan yazılara, rejimin özündə yazılan yazılara baxın, məqalələrə baxın, fikirlərə baxın, gedən əhvalat desən, dən görə ki, xaricdən belə görünmür, burada qiyamətdir, hərə öz canının hayındadır. İxtar verdilər, əslən Xameneyi dünən ixtar verdilər ki, sən bu məsələ dixalət eləmə. Dixalət, indi Xamenei nədir? Xameneyin böyün dəftəri. Deyir, 2 dənə bəyanat verib, deyir ki, danışdınız, nə olacaq ki? Elə bilirsiniz İran adlanan yerdə, hətta Amerika ilə danışıqlar bir nədə sonuç verdisə, burada bir şey həll olacaq. Düz deyil. Çünki bir oliqarx, milyarderlər əmələ gəlib bunların içində, bunların ətrafında qutaran deyil. Onlar da durublar Amerikaya hava atırlar. Akişif, Trump, sənə pıl lazım, misal üçün deyirəm. Rəfsəncanidən qalan o dəstə, o Mərəşigil, o nədir, Hezb Qosadə isə sazəndəki filan. Deyir ki, 2500 milyard burada sərmayə var, doğru deyirlər. İran adlanan yer bağlı olub,
Bir hissəsini bu pullarını Filistinə, bir hissəsini bunlar çapıblar. İndi Kanada ora-bura apardıqları şey İran adlanan yerdə böyük sərmayələr, yəni özləri deyil, 90 milyonluq sərmayə buradadır. İndi Sərəc əməlli. Əjdər müəllim, İndi Trump da deyir ki, ya savaş bir türlü savaş salaq ki, mən bu yaran olan fitnələrdən çıxıb, bu dünyada həmişə olub, ikinci savaş dönəmində, ya da ki, o bazarı mənə versinlər. Amma bu mallalarla, bu sistemlə iş getmir. Niyə bayaq söylədim, İsrail məsələsi var, nə qədər Yahudilərin lobbisi, Amerikada filanda, Trumpa filan siyasət zarafat eləmir. Lan Trump'ın Amerikada reytingi 52%'den 42%'a düşüb. Doların fiyatı Amerikada düşürdü, dünyada düşürdü. Yəni. Neçə Əjdər günün müəllim. içində bazar. Bəli. Əjdər müəllim, çox gözəl danışırsınız, gözəl nöqtələrə işarə edirsiniz. Bilmirəm, bu Qutlar Vadisini izləyib sizə yox, Qutlar Vadisi Türkiyədə. Eyni o proses ki, Qutlar Vadisində gedirdi. Mən onu bir şey izləmişdim o zaman. Amma bir şey də indi oturmuşam əvvəldən izləyirəm. Qutlar Vadisində onlar iş adamları, pulları vardı Türkiyədə, sərvətləri vardı. Ölkələr arasında savaş salırlar. Ölkələri bölməyə çalışırlar. Nədir, silahlarını satsınlar, gəlirləri olsun, onlar gəlsinlər, alış-veriş etsin. Hətta Cumhurbaşqanını orada sustururlar, Cumhurbaşqanını alırlar, MİT-in başkanlığına keçirlər. Yəni aynı siyasət indi İranda gedir. Aynı siyasət. Səlmani ibn Məhəmməd götürür Zəngəzur qaşıqçını, şeylədir, qaşıqçını. Bəli. Sonrasından da Səlman, amma Trump gələcək, Səlman götürdü telefonu, Trump'ı təbrik bilirsiniz nədir? Dedi, 600 milyar dolarlıq sərmayə gətirir. Trump da belə, onu 1000 milyar elə görək ağa. 1000 milyar bilirsən nə qədər pul deyib? 1000 milyar. Və indi deyir ki, sən pulu gətirəcək. Hər kəsdə demək ki, adam deyir ki, hər şey Amerika üçün. Amerikanın demək ki, gərək yeniləşmək. Yox, sən yeni düzən gəlir. Bu yeni düzən deyilən məsələdə Trump onun bir hissəsidir. Özü deyil, bir hissəsidir. Ona görə də məsələn gördü birdən-birə cumdu Avropaya. Avropa zarafat deyil. Sən İngilistana cumursan, Avropaya cumursan, bu 1930-cu illər deyir day. Bunlar da toparlaşdılar. Toparlaşdılar ki, Avropada dedilər belə eləyəcəksən. Onda biz axır demək keçən həftə nə oldu? Keçən həftə NATO-nun iclasında adam ki, keçən dəfə tamamını təhqir edirdi Amerikanın müdafiə naziri, o şovmen. Amma keçən həftə yox, biz azaddan çıxası deyirik. Biz NATO'dan çıxası deyirik. Ondan filan deyil. Yəni bunları mənə qoyaq kənara. Amma söhbət bu İran adlanan yerdə. İndi qoydular gələn həftəyə. Deyək ki, gələn həftə danışacağıq. Yəni getdi Tehrana danışacağıq görəcək. Əgər sizin işiniz belə başlayıbsa, əgər Amerika bir razı olsaydı bu danışıqdan bu gecə davam tapacaqdı danışıq. İndi 2 saat bunlar məsələ hansı danışır? O yazıb deyir kağaza, o deyir baxın. Nə o deyir Bəğdadıdır, Əraqçıdır, nədir? O deyir ki, mən yazıb ötürdüm ora, onlar yazdı mənə. Bədbaxt oluyor. Zaten Xarici İşlər Nazirliyi Omanızda ilə gedib otağa, bu otağa. Sözüm onda yox. Məsələ buradadır ki, burada o qədər problemlər var ki, bu rejim bir dənə normal rejim deyil. Özü də Amerikada misal o Vitkov da dünənlər deyirdi. Biz gərək bir cürlü bir dil tapaq, bir sülhə gələk. Sən nə danışırsan? Sən Tehran rejimindən savaşa başlayıbsanmı? 44 ildir bunlar sizinlə savaşıblar həmişə. Bu sənin səfir rejimi tutub. Bu gedib sənin demək ki, əskərləri Dəhranda öldürüb. Bu gedib Beyrutda səninkiləri öldürübdür. Gəlib Ağ Evin qapısına kimi. Bu səndən savaş elan eləyib. Sən sülh gərək var. Sən təpilirsən ona, o da deyir ki, nüvə silahını da qidalandırıram. Onunla füzələri də demək ki, hər gün. Bilirsən, keçən günlər içində indi yenidən yine də həm Suriyədə yeni qrup yaratdılar dünəndən və həm də ki, demək ki, İraqa. Daha İsraqa gün İraqda 12 dənə Həşədül Şəbidən bağlı olan qruplar gəldilər, dedilər ki, biz də yox. Çünki belə gedirsə, bu İraq dövləti cildə, Sudani cildə görürlər iş getmir. Onda bizi vurarlar, gəldi, hazır silahı qoyaq yerə. Tehran rejimi aman vermədi, başladı onlara yeni füzə göndərməyə o araya. Dünya da görür də, media filan hamısı görür. Sözüm buradadır ki, bu günləri Trump nə qədər belə vədə verər. Trump deyir, bəzi şeylərdə geri oturarıq. Bunlar da Tehranda bugün yazırlar ki, bugünkü söhbətlərdə 2-3-ə heç, 3 qol vurduq. Amerikaya. Sən bundan zarafat eləmə. Trump deyir, mən savaşan adam deyirəm. Amma Yəməni bilirsən nə var? Bu günləri də.
Yəməni torbaya tutub torpağın. Dağıdır və oradan da ki deyəndə ki Netanyahu ki mıstırığını salladı, getdi, dedi narahat olma, sən işini gör. Necə ki bugün Qəzzədə. Bayaq da söylədim də, deyirdi ki mən Qəzzədə bir gündə yığışdıracağam. Trump deyir, mən demirdim. Yığışdırırlar, gör nə qiyamətdir. Ona və yaxud Beyrutda. Vura gedirdi qabaq. Sözüm ondadır ki, bura o qədər çözülməmiş məsələlər vardı ki, İran adlanan yerdə. İndi bunlar özləri burada çevriliş, kudeta eləyəcəklər. Onu mən deyə bilmərəm. İnqilab Qvardiyası mı, hansı dəstə mi, hansı filan, orada nüfuzlu, güclü adamlar var. Baxın, 2 həftə bundan qabağacaq hamısı susmuşdu. Ta birdən-birə quşqondurmaz da gəldi, dedi ki, hə, ağa danışdım, o da deyir ki, danışıq olar. Desəm mən o, dedi ki, o vaxt çıxmışdır o azadlıq meydanında, dedim, ağa dedi, yox, mən də dedim, yox, qutardı ki, hamımızın dili açıldı birdən-birə. İndi bəlli olur ki, hamısı deyir, Amerika ilə danışağım, buradan girək, oradan girək, oradan girək, deyirsən, aha, burada nədir? Təhcə bu məsələ deyil, bu məmləkətin, İran adlanan yerin, millətlər, insanlar, siniflər, hamısı bu rejimdən, bunun varlığına nifrət edir ki, heç orada demək ki, o Xamenei düz deyir. Xamene'nin bugünkü o bəyanatı düzdür. Deyir, hətta Amerika ilə belə danışaq, razılığa gələk, bu məmləkətdə heç dəyişilməyəcək. Çörək olmayacaq, iş olmayacaq, dərman olmayacaq, su olmayacaq, işıq olmayacaq, qaz olmayacaq. Yox, deyə işıq. Su yoxdur. Qırır millət bir-birini. Nə su var, nə işıq var. Benzini bunlar sabah bir gün. Bu hayküyü salıblar. Ha, deyirsən, hə, bunlar hayküyü salıblar, benzini bahalandırırlar. Ki qabaqçı dönəmdə öyle aynen bu nədir, bu quşqondurmaz, bu adı nədir, bu Pezeşkiyan. Hə, day Pezeşkiyan da istəyir Azərbaycana gələr. Gözlə, ha, keçən dəfə Azərbaycanı demək ki, üzə qoydunuz, Azərbaycandan o benzinləri aldınız şeflə. İndi gətirib siz demək ki, neçə həftədir gətirib Azərbaycanda Araz kənarı o dağların ətrafında qoyub siz ordunu, demək ki, ay bu dağlarda İsrailin düşərgələri var, onları vuracaq, İsrail buradan hücum eləyəcək Azərbaycandan. Bir yandan da deyirsiniz, adam gəlir, desin, adam gəlir, adama denən, bu qoşun burada nədir? Adama denən ki, məsələn, bu erməni ilə gördün ki, falan, bu yalancı bahanə ilə erməni ilə 2 günü orada tətbiqat keçirdirdiniz, manevr keçirdirdiniz erməni ilə. Belə ordunu nəyə gətiribsən ora? Məsələ buradadır ki, bunlar öz işlərini görür, niyyətləri də dəyişilməyib. Bunlar əqrəbdən də pisdirlər. Ona görə bir dənə çözüm yoxdur. Ay Vitkov gələcək orada. Vitkov demək ki, elənsi bir zada malik deyil. Elənsi bir nədir, çox bağışlayasın, üzr istəyirəm. Elənsi bir siyasi şura malik deyil. Yəni İran adlanan yeri də tanımır. Adam gedir, gəlir filan, onun sahəsi də deyil. Belə deyil. O Cankerizat var idi 5+1-də. Cankeri idi, zərifçi idi, gedirdi Viyanada söhbətlər. Bilirdilər nə idi, orada adamlar Şerməngil filanlar, bilirdilər nə idi, didişirdilər. Ona görə də bu dəfə bu rejimin sonu gəlib. Bu rejim də indi Trump harasından qopartmaq istəyir, onu mən deyə bilmərəm. Amma məsələ budur, bu bölgədə fırtına yaradırlar. Bizə düşəni nədir? İran adlanan yer dağılmaq ərəfəsində, dağılmaq, partlamaq ərəfəsindədir. Kimsə də qabağını ala bilməyəcək. Bizim millətimizi də ən gözəl addım ki, Urumiyədə atıldı, millətimiz atdı. Çox belə ruh toxtaqlığı idi. Bu millət ayıqdır. Bu millət bilir nələr gedir. Yəni bunlar yavaş-yavaş baxırsan Suriyaya, siz baxırsınız Suriyədə. Suriye'nin yarısını veriblər demək ki, Kürdə, buğda yerində veriblər Kürdə, taxıl yerim Kürdə veriblər, suyu Kürdə veriblər, ondan sonra nefti Kürdə veriblər, Suriye'nin yarısından çoxunu. Adam da demək ki, sözünü də dəyişib, deyir ki, yox, federal dövlət olmalıdır, silah da əlimizdə olmalıdır. Sonra desən, inşallah buradan hara marş eləyəcəksiniz? Hətmən Ərbilə tərəf, Ərbil də elə bizləndir, o məzlum getmişdir ora. Mən bilmirəm, hətmən siz baxırsınız. Mən dünən İsrağa gün bir o duran kalkanın, ondan sonra da o birisinin ki, o Urmiya tərəfində oturublar. O İngilisi jurnalist onunla danışırdı, baxıram. Yəni bunların niyyətləri başqadır. Yəni Türkiyə dövləti böyük dövlətdir. Amma biz Azərbaycanlılar, Azərbaycan Türkü bu günləri çıxırlar, deyirlər ki, ay İstanbul, Antalya görüşü ərəfəsində hansı Türk dövləti getdin, həm Kıbrısda belə oldu filan oldu, desən ki, sənə nə lazımdır? Güc lazımdır, 40 milyon buradadır. 40 milyon Türk buradadır. Buradır demək ki, Asiyanın göbəyi, siyasətin qaynar yeri, petrolun qaynar yeri, yolların demək ki, bir-birinə dəyən yeri buradır. Bu 40 milyonu sən duracaqsan, ay, mən çox təəssüflə Türkiyədən siyasətçinin ağzından çıxır, elə bil ki, Xamenei danışır. Zərifin yerinə bu danışır. İranı qorumaq bunlara düşübdür. Nəyə düşüb sənə? Sən ki, Türkiyəni qorur, o da yaxşı işdir. Türkiyə bizim ümidgahımızdır, dayağımızdır. Ona da orada oyun qururlar.
Amma Azərbaycanın güneyin yerinə ki, ay güneylər siz də başınızı qoyun, yatın. Biz sizin yerinizdə elə söhbət yoxdur. Güneylər özləri öz yerinə separatçı deyir ki, güneylər. Güneylər Türk dünyasını parçalamır. Bir Türk kimin ortaya girir? Sən gəlib güneyliyə demədin ki, denən haray Türkəm mən. Bayraq qaldır, bozdur qaldır. Bu Türk kimin gəlib yetişib gənc millətdir, şuuru yerindədir.